Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Anar Rzayev bilirsiniz, böyle neçə gündür topa tutulur. Niyə? İlqar Hacıyevin villasını aldığına görə. Yəni, onu qoy bir zəhmət olmasa. Bu adama biz neçə aydır sorğu vermişik ki, Bakı şəhərində skuter və velosiped yollarına nə qədər pul xərcləyibsiz? 3 zolağı olan cəmi yolun 100 zolağını götürüb eləyiblər velosiped yolu. Hesabınızı aparın. Xalqa düşmən deyir ya. Xalqa düşmən, düşmənçilik başqa necə eləmək olar? Üst-üstə götürsən gün ərzində orada 10 dənə velosiped keçər ya keçməz. Yaxud da oradan bir 20 dənə skuter keçər keçməz. Düz qardaş. Bizimki bir çox qəribədir. Məsələn, Azadlıq meydanında deyir, miting eləmək olmaz, piket eləmək olmaz. Çünki niyə? Əhalinin istirahət hüququnu pozuruq. Anladıq. Qəbul elədi. Yoxsa qardaş, düz deyilsin. İnsanlar istirahət eləməsi, bu da gəlib burada qışqırır. Nə bilim, azadlıq, istefa, nə bilim, nə. Yaxud çörək, su, qənd, pesox. Bunu hökumət deyir, olmaz. Çünki sən başqasının hüququnu tapsın. Amma Azadlıq meydanına yığılanlar cəmi Azadlıq meydanına yığılır. Onun ətrafında 5-6 dənə bina var ki, o səsdə orada adamlar narahat olur. Amma bunlar bir dənə yarış keçirirlər. Nədir o maşın yarışının adı? Başlayır şəhərin obisi başına, bubisi başına qədər. Nəinki bir bina. Bəlkə 1000 dənə bina yerində silkələnir. Gün ərzində bütün adamlar, insanların beynini qazırasın. O uğultu səsi var. Gəl keçdi, gəldi keçdi. O da nədən ötürdü onu da biz bilmirik ya. Çünki o tamaşaçı yeri oturur orada. Mən o tamaşaçını da anlaya bilmirəm. Tamaşaçı yeri deməli oturur orada. Belə baxır. Heç kəs yoxdur. Bir də belə biri keçdi. Bir də belə baxır görmədi ki o keçdi də o. Deməli bir də belə baxmaq üçün bu adam aparır filan qədər pul xərclə yeri oturur orada. Yox vızıltıya baxsın. Bizim işlərimizin hamısı belədir. Yəni 3000-5000 adam yığılıb orada miting aparacağına aparmağına icazə vermirik, amma ralli yarışını keçirir. Belə çıxır ki, cəmaatın səsi insanları narahat edir, amma maşınların səsi narahat eləmir. Eyni də bu şeydir. Deməli, 20 dənə skuterçi, 10 dənə velosipedçiyə görə şəhərin mərkəzinə daxil olan minlərlə sürücü və onun içərisində olan maşınların hüququ pozulur. Dəmi 30 adama görə. 30 adama görə 300 min adamın haqqı tapdalanır. Və biz düşmüşük 30 adamın haqqı müdafiə edir ki, bəli qardaş düz deyil, skuter yol olmalıdır, velosiped yol olmalıdır. Bədbaxt oldu bədbaxt. Dünəndən Elman Nəsiroğlu nədir o deputatımız var ya bizim. Bizim deyəndə belə pis çıxır ha. Yəni indi məcburuq bizim deyirik. Onlar bizim deyil. Elman Nəsiroğlu öz məhləsində seçməzlər. Nəinki qala hansısa bir rayon seçər. Elman Nəsiroğlu'na dünən bir şeyə baxdım, debata baxdım. Deyir ki, mən getmişdim nə bilim Hollandiya, mən getmişdim nə bilim hansı ölkəyə, Amsterdama. Orada cəmaat velosipedlə gedir. Şəhərin mərkəzi doludur velosipedlə. Natiq Cəfərli də qayıtdı dedi ki, dedi Elman müəllim, sən bir ail da, zalim oğlu, torumuzu bıraq, qıçı qoysan torumuza tüstülüyə gedirsən. Bir ail gör, Bakı ilə Amsterdam birdir, o tüppələndüz şəhərdir, velosipedi otursan, yavaşla sürəsə gedir. Dediniz, ya sənə mən velosiped verəcəm, yasamalın padyumların qalxçını, dihlərin qalx. Necə qalxarsan? Sən günəşliyə gedib çıxarsan. Əhmədliyə necə velosipedlə gedib çıxarsan? Adamda bir utanmaq hissi yoxdur ha. Adına bir dənə deputat yazıb qoyublar, bir dənə də döşünə nişan vurublar, burada bir dənə də vəsiqə veriblər, 8000 də pul verirlər ayda. Adamın da veriblər torpeda kimi qabağa, gələn çırpır, gedən çırpır, gələn çırpır, gedən çırpır. Adamın da vercinə deyil, bədən alışıb. O deyirlər, bəzən göstərək ki, bu uşaq sırtılıb ha, o qədər döyürlər ki, uşaq gülür. Həmən şey o, elmanı qoyurlar qabağa, veriblər qabağa, deputat kimi. Gələn bir şeylə vurur, gedən bir şeylə vurur. Vercinə də də, o da danışır özü üçün. Düz deyir, indi mən bu vəsibəti verəm bu Elman Nəsirov, o deputata deyəm ki, indi bu yasamalın dikin çıx. Hünərində çıxma. Bu qədər məsuliyyətsiz adamları gətirib qoyurlar parlament kimi yerə, millətin evini yıxırlar. İndi bu, gəlirəm yerüstü məsələyə, aynıya. Bunlarla bağlı 2 dənə çox mühüm bir xəbərim var. İddialara görə o Akord İnşaat Sənaye ASC-nin keçmiş sahibi, hazırda axtarışda olan iş adamı İlqar Hacıyevin villasını 1 milyon manata alır. Bir neçə gündür ki, sözü gedən məsələ mediada müxtəlif formatlarda işlandırırsa da, nə Anar Rzayev, nə də aynə hər hansı bir açıqlama vermir. Qardaş,
Adam təksib eləmir. Bizim də bir gözəl atalar məsəl var. Deyir, susmaq razılıq əlamətidir. Yəni, adam razıdır. Düz deyil. İlqar Hacıyevlə razılaşıblar. İlqar Hacıyevin villasının 1 milyonu alır. Məsələ bunun alıb-almamağından, yaxud da İlqarın villasını alıb-almamağından getmir. Məsələ ondadır ki, bu 1 milyonu hardan alıb? 1 milyonu hardan alıb? Biz indi düşmüş Adnan Əhmədzadənin üstünə, qardaş. Bu ölkə doludur Adnan Əhmədzadələrlə. Adnan Əhmədzadənin həbsinə səbəb neftə qatdığı o zəhərdir. Onun yediyi pullar deyil. Yediyi pullar olsaydı çoxdandan Adnan Əhmədzadə damda olmalıydı. Rövnəqçil hamısı tutulmalıydı. Bunlar hamısı içərdə olmalıydı. Amma Adnan Əhmədzadə ona görə tutmadı da ki, o Azərbaycan xalqının malını, dövlətini yeyənlər hamısı çöllərdə kef eləyirlər. Adnan Əhmədzadə xəyanət elədiyinə görə tutdular. Yediyi qaba tüpürdüyünə görə. Ona görə onu çox böyük cəza gözləyir. Onu elə cəzalandıracaqlar ki, sən yediyin təxniyyəcə tüpürə bilərsən. İndi bu adamdan soruşmaq lazımdır ki, hörmətli Anar müəllim, sən 1 milyon oradan alsan. Qeyd eləyək ki, İlqar Hacıyev 17 milyon manatlıq dələduzluqda ittiham olunur. Onun barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq idarəsinə cinayət işi başlanılıb. Hacıyev istintaqdan qaçaraq Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham edilməsi mümkün olmayıb. 25-12-ci ay 2020-ci il tarixdə qərarla barəsində axtarış elə olub. Hal-hazırda İlqar Hacıyev Amerikadadır. Deməli, sən onu gətirmək üçün Amerika polisinə sənəd təqdim eləməlisən. Adamın cinayətini sübut eləməlisən. Cinayət sübut olunarsa, təbii ki, onu Amerikada verər onu. Bizim istintaqçılar o qədər qeyri-peşəkar istintaq aparırlar ki, həm də o qədər qondarma adamını yükləyirlər ki, adamın belinə o qədər yük vururlar ki, və onu da sonra əsaslandıra bilmirlər. Götürürlər, ağızdan nə gəldi yazırlar. Amerikalı da oxuyur bunu, gülür. Amerikadakı hüquqşünas deyir oradakı. O hüquqşünasdır. Oxuyur, baxır, görür ki, qardaş, bu qondarmadır. Deyir, bunu nəyə göndərsən mənə? Mən niyə verim bunu sənə? Mən görmürəm, sən bunu yem kiminsə əvəzində tutmaq istəyirsən. Bu akordu tuturdun, elə tutardın. Akord şeydə, keçmiş baş prokurordaydı. Niyə tutmadılar? Niyə tutmadılar? Əvvəl akord Kəmaləddində. Niyə tutmadılar bunları? Deməli, 2005-ci ildə İlham Əliyev bir fərman imzaladı. Fərmanda nə deyirdi? Fərmanda deyirdi ki, məmurlar öz gəlirlərini bəyan eləməlidirlər. Gəlirləri nə qədərdir? Və onu göndərdi Nazirlər Kabinetinə, Əli müəllimə Əsədova, bizim Azərbaycan dilində bilməyən baş nazirimizə göndərdi. Və dedi ki, 2 ay müddətində, yaxud da 3 ay müddətində hazırlayın bunun mexanizmini. 2005-dən geri söhbət, düz 20 il bundan qabaq. 20 il bundan qabaq. Dedi, bunu tənzimləyin. Üstündən 20 il keçməsinə baxmayaraq, hələ də Nazirlər Kabineti formanı təsdiqləməyib. Ki, bu bəyannamə forması necə olacaqdır? Bunun qayda qanunu necədir? Bax, necə bəyan eləməlidir? Bu bilirsiniz niyadır, dostlar? Bu ona görədir ki, Əli Əsədov, baş nazir, Yaqub Eyyubov, baş nazirin muavini, hələ orada ölən muavinlər var. Elman Rüstəmov, muavin, Hacıbala, muavin, nəm kimlər ki var ya, hamısı qocalar evi, Nazirlər Kabinetində. Elə birinci bunlar özləri bəyan eləməlidirlər. Sən bunu hardan alsan? Müəllim, avtobusdan gedəndə, düşəndə yerdə gördüm ki, şey var, pul kisəsi götdüm, bununla da getdim özümə, məsələn, 5 milyonluq bir villa aldım, 3 milyonluq bir villa aldım, elə deyəcəklər bunlar, nə deyəcəklər? Ona görə 20 ildir buna tapşırılan iş hələ də yerinə yetirilməyibdir. Bu tək o iş deyil, ha. 20 ildən yuxarıdır bu bələdiyyələrin xəritəsi cızılıbdır. Və bugünə qədər 20 ildir bələdiyyələrin xəritəsi özünə verilmir. Aparıb veriblər Əmlak Komitəsinə, veriblər Bakı şəhər icra hakimiyyətinə şəhər salmaya. Niyə, qardaş? Bu torpaq bələdiyyənindirsə, xəritə bələdiyyənindirsə, verin bələdiyyənin sədrinə də, qardaş. Niyə vermirlər onu? Çünki Əmlak Komitəsində yeyilməli yerlər var.